miniatürlardan götürdüyüm bir şey də odur ki, əsər haçan ki çərçivədən kənara çıxır. Bu elementlər təbii ki, mənim işimdə var. Yəni ki, teatrlıq, hardasa illüstrativlıq, mən ona fiqurativlıq deyərdim, çünki yəni fiqurativ sənətdir. Və təbii ki, miniatürdə. Mən detallar sevirəm, elementlər sevirəm. Mən elementlərə fikir verirəm və istəyirəm ki, mənim də əsərlərimdə elementlər eyni cür detallı görsəniz. Buna ilə işləyirəm. Baxın. Buna ilə işləyirəm. Ən böyük fırça hansı ki, mən burada istifadə etmişəm, o da ki, budur. Misal üçün, Wes Anderson kinoları xoşuma gəlir. Misal üçün, mən simmetriyanı sevirəm. Mən cəlb edir. Mən baxanda deyirəm ki, ideal. Rənglər, kolorit, simmetriya, personajlar hamısı işlənir.